Şəxsi güc günləri nədir? Şəxsi güc günləri insanın doğum tarixindən çıxarılan vibrasiyalara görə ay ərzində enerjinin maksimum səviyyəyə qalxdığı günlərdir. Bu günlərdə etdiyin hər niyyət, dua, qərar və addım adi günlərdən qat-qat güclü işləyir. Səbəb isə sadədir. Şüurun, emosiyaların və energetik sahən daha açıq vəziyyətdə olur və kainatla əlaqən dərinləşir. Praktik olaraq bu günlər enerji pəncərəsi kimidir. Doğru istifadə etsən, həyatına sürətli dəyişikliklər gətirə bilərsən. Bəs şəxsi güc günləri necə hesablanır? İlk olaraq doğum günün rəqəmsal enerjisini hesablamaqdır. Məsələn, əgər ayın 17-sində anadan olmusunuzsa, 2 rəqəmlini 1 rəqəmliyə mütləq şəkildə endirməlisiniz. Bizim halda rəqəmimiz 8 olacaq. Bu halda cüt rəqəmli tarixlərə malik olan insanlar öz aralarında rəqəmləri toplayacaq və alınan rəqəm sənin güc günlərin hesab olunacaq. Məsələn, 17-si anadan olanların hər bir ayın 8-i, 17-si və 26-sı güc günləri olacaq. İkinci mərhələ isə doğum tarixinin tam cəmini tapmaqdır. Məsələn, 17.07.1983-cü ildə anadan olanlardan bütün rəqəmləri öz arasında toplayır və alınan 2 rəqəmlini yenə öz arasında toplayaraq 1 rəqəmliyə endirir. Burada alınan rəqəm 9 olacaq. Yəni hər hansı bir ayın 9-u, 18-i, 27-si sənin əlavə güc günlərin kimi hesablanacaq. Üçüncü mərhələ şəxsi ilin hesablanmasıdır. Doğum günün və cari ilin rəqəmləri toplanır. Yenə də həmin misaldan gedərək 17 iyul 2025-ci ili hesablayaq. Rəqəmləri öz aralarında toplayırıq. Alınan 2 rəqəmlini 1 rəqəmliyə endiririk. Burada alınan rəqəm 6 olacaq. Bu isə sənin ilinin enerjisidir və hər ayın 6-sı, 15-i, 24-ü sənə uyğun gələn günlərdir. Bütün illər üçün bunu hesablaya bilərsiniz. Xüsusi güclü zamanlar bəs hansılardır? Doğum günümüzün özü ilin ən güclü nöqtəsidir. O gün hansı fikirdə olursansa, enerji ili o istiqamətdə qurulur. Doğum günündən sonraki 9 gün yeni realitenin qurulduğu dövrdür. Yeni il və ondan sonraki ilk 9 gün ilin proqramlama mərhələsidir. Bundan əlavə Yupiter və Venera retro olmadığı dövrlər bolluq, sevgi və münasibətlər üçün daha açıq zamanlardır. Şəxsi ilin dəyişdiyi 1-2 həftəlik dövr həyatında sıçrayış yarada biləcək mərhələdir. Bəs şəxsi güc günlərində nələr etmək olar, nələr etmək olmaz? İlk olaraq enerji təmizləməsidir. Bu günlərdə köhnə emosiyaları, yorğunluğu, başqasının enerjisini buraxmaq çox daha asan olur. Duzlu su ilə duş almaq, buxur və ya şam yandırmaq, evini havalandırmaq sadə amma təsirli üsullardandır. İkinci olaraq niyyət və manifestasiyadır. Bu günlərdə dəftərə istədiyin indiki zamanda artıq yerinə yetmiş kimi yaz. Məsələn, mən bolluqdayam, mən sağlamam, mən doğru insanlarla qarşılaşıram və s. Üçüncü olaraq bolluq və pul ritualıdır. Bu günlərdə pulunla davranışını dəyişmək çox vacibdir. Çünki bildiyiniz qədər pulun da öz enerjisi var. Xərcləyərkən şikayət etmə. Pulu sevgi ilə dövriyyə burax ki, daha çox qazanacağın gəlir kanallarını təsəvvür edə biləsən. Dördüncüsü, münasibət enerjisini gücləndirməkdir. Bu günlərdə kiminləsə danışmaq, barışmaq, hörmət bildirmək, münasibətlərdə blokları aça bilər. Sevgi dolu mesajlar yazmaq, daxildən bağışlamaq və ürəyi təmizləmək enerji sahəsini yüngülləşdirir. 5-ci yeni başlanğıclar, işə başlamaq, layihə planlamaq, niyyət xəritəsi yaratmaq üçün ən güclü zamandır. 6-cı intuisiya və ruhsal əlaqədir. Meditasiya etmək, sükutda qalmaq, gündəlik hisslərini yazmaq daxili səsi gücləndirir. 7-ci isə bağışlama ritualıdır. Bir kağıza səni incidənləri yaz və sonra cıraraq azadam de. Bu hərəkət şüuraltını yüngülləşdirir. Bəs şəxsi güc günlərində nələr etməmək lazımdır? Ağır mübahisələrə girməmək, qəzəb və kin yığmamaq, özünü və başqasını ittiham etməmək, yəni bildiyiniz bütün aşağı frekanslardan uzaqlaşmaq. Bu günlərdə neqativ duyğu
daha tez reallaşır. Deməli, seçimin sənin çox önəmlidir. Şəxsi güc günləri taleyin sənə verdiyi açıq qapılardır. Bu günləri fərq etməyən təsadüfi yaşayır, dərk edən isə həyatını şüurlu şəkildə qurur. Seçim hər zaman sənindir. Həyat alma-vermə balansı üzərində qurulub. Balansı qorusan, yeni karma yaratmazsan və yolun daha aydın olar. Əgər bu mövzu sənə dəyər qatdısa, kanala abunə ol, videonu bəyən və dostlarınla paylaş. Sənin dəstəyin bizim işığı daha çox insana çatdırır.